Vaxtı biz seçmirik. Vaxtın püşkü özü bizi seçir. Vaxt bitməz axarında minlərlə, milyonlarla insanı əridib itirir. Yalnız tək-tək, qeyri-adi insanlar varlıqları ilə yaşadıkları zamana da, müasirlərinə də təsir göstərə bilir. Beləliklə də içərisində olduqları vaxtın hüdudlarından qırağa atlayırlar. Bəzən hansısa tarixi şəxsiyyət barədə düşünürkən təəssüflənirsən ki, o yaşamış olduğu dövrdə deyil, bir qədər əvvəl ya bir qədər sonra dünyaya gəlsəydi, daha çox fayda verərdi, daha silinməz izlər qoyardı, daha yerində olardı. Lakin tarixin də öz məntiqi var və tale hər kəsi məhz öz yaşamalı olduğu, öz sözünü deməli olduğu zamana ezam eləyir. İlahi qüdrət nadir şəxsiyyətləri millətlərə və məmləkətlərə sərvət kimi, irs kimi, məhz məsləhət bildiyi zaman parçalarında hədiyyə edir. Yazıya pozu yoxdur və ən böyük yazı tarixdir. Azərbaycan tarixinin pozulmaz yazısında Heydər Əliyevin adı və möhrü əbədilik qalacaq, bu şübhəsizdir. Yarım əsrdən artıq bir müddətdə millətin tarixinə bilavasitə təsir göstərmiş şəxsiyyətin ayrı qisməti də ola bilməz. O artıq bu tarixin ayrılmaz bir parçasıdır. Dəyişən dövrlərə müvafiq olaraq ona baxan gözlər, həmin gözlərin görməsi və qiymətləndirməsi fərqlənə bilər. Bununla şəxsiyyətin tarix aynasındakı yeri və çəksi dəyişən deyil ki, hərdən düşünürsən ki, Heydər Əliyev kimi qətiyyətli, cəsarətli, yenilikçi, qəlblərə sığmayan bir insanın da ömrünün böyük hissəsi çox cəhətdən çərçivəli, davranışın, danışığın sərt ölçülər, dar hüdudlar arasında mövcud olduğu Sovet əyyamlarına deyil, daha sərbəst olan başqa zaman zolağına düşsəydi, o biraz da çox açılardı. Özünə ifadəyə daha münbit meydan tapardı. Tarix səhnəsində yeni keyfiyyətləri, məziyyətləri ilə görünərdi. Amma orası da var ki, Heydər Əliyevin bir şəxsiyyət olaraq ayrı dövrdə deyil, məhz bu zaman kəsiyində yaşayıb fəaliyyət göstərməsi, həmin dövrün bu cür olmasını müəyyənləşdirən əsas amillərdən birinə çevrildi. Bəlkə də belə miqyasa malik bir güc sahibi Azərbaycanda 19-cu yüzillikdə də olsaydı, o əsrimiz 18 ya 17-ci əsrdə olsaydı, həmin yüzillərimiz başqa cür cəryan eləyərdi. Bu fərziyyələrə qapılmağa əsas verən örnəklər var. Tarix Azərbaycana yaxşını pisdən ayıra bilməyin qeyri-adi bir fürsətini də verdi. Heydər Əliyevsiz Azərbaycanın necə ola bilməsini, Heydər Əliyevsiz Azərbaycanın hansı məşəqqətlərə düçar olmasını da hamımıza göstərdi. 20-ci əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərini onsuz yaşadıq və gördük nələr baş verdi. Gördük səmtimiz nə tər dəyişir, gördük illərlə qazandıqlarımızı nə asanca itirə bilirik. İkinci Heydər Əliyev olmayacaq. Doğrudur, əslində hər insan təkrarsızdır. Amma gördüyü nəhəng işlərlə, keçdiyi böyük yolla, şəxsiyyətinin əzəməti ilə bir-birinə oxşayan insanlara hər halda tarixdə rast gəlinir. Heydər Əliyev isə bütün daxili istedadlarından əlavə, həm də mühitin, içərisindən keçdiyi zamanın övladı idi. Onu yetirmiş mürəkkəb mühit və zamansa artıq keçmişdi. Bir daha təkrarlanması mümkün olmayan keçmiş. Ona görə də hətta təbiətən Heydər Əliyevin yiyələndiyi bütün qabiliyyətləri daşıyan başqa bir insan yaransa da, Heydər Əliyevin yaşadığı qədər qəliz, çox rəngli, özünə məxsus məntiqləri olan epoxaların məktəbində dərs almadığından, o şəxs
heç vaxt Heydər Əliyev qədər dərin, zəngin, miqyaslı olmayacaq. Bu vətənlə olmaq gərək, qədəm-qədəm, qarış-qarış. Bu vətənlə dolmaq gərək, çöhrə-çöhrə, baxış-baxış. Bu vətənə dalmaq gərək, çiçək-çiçək, naxış-naxış. Hallarda, əməllərdə olsa birlik, olsa inan, qüvvət gələr bu millətə, rifah gələr bu millətə. Duyğularda, düşüncədə, hər ürəkdə varsa ilham, qüdrət gələr bu dövlətə, fərəh gələr məmləkətə. Ömür yalnız təqvimin hökmü ilə yaşanmış günlərin yığımı deyil. Ömrü ömür eləyən, arxada qalan günləri dolduran mübarizələr, iş-güc, uğurlar, bihudə ötürmədiyin anlar, illərin köksünə həkk etdiyin böyük əməllərdir. Zirvələr Fatihi Heydər Əliyev ömrü uzunu xalq üçün, yurd üçün, dövlət üçün çalışdı. Ömür kitabını şərəfləndirən cahanşumul uğurlara imza attı. Bugün o, dünən olduğu kimi yenə bütün Azərbaycan boyuncadır. Abidəyə çevrilərək vətənin hər guşəsindən sevimli ölkəsini, əziz xalqını seyr eləyir. Ondan bizə çox yadigarlar qalıb, hamısı dəyərlidir. Amma Heydər Əliyevin bütün taleyinin, varlığının mənası sayılası ən vacib əsər onun yaratdığı yoldur. Çox seçkinlərimiz, böyüklərimiz gəlib gedəcəklər. Söz yox ki, çoxlu parlaq işlər də qoyacaqlar. Lakin bütün millət üçün böyük yol yaratmaq qüdrəti yalnız Heydər Əliyev kimi müstəsnaların alın yazısıdır. Bizə bağışladığın bu yola görə ruhun şad olsun böyük öndər. Yolun yaşayırsa, onsuz da ruhun həmişə şad olacaq. Heydər baba dağına salam dedi oğullar. Bu xalqın o dağdan da yüksək olan dağı var. Sevə-sevə bu millət Sənə ata söylədi, səndən uca zirvə yox. Heydər baba söylədi. Aylar illər ötsə də zirvələrdə qalarsan, sənə salam deyəcək daim can Azərbaycan. Salam böyük öndərim, adın yolun əbədim. Salam ul Heydərim, millətin sən illədin. Aylar illər ötsə də